Evdəki modem routerumuzda 5G-ni necə aktivləşdirə bilərik? Bunun üçün bizim routerumuza birinci portuna hər hansı bir LAN kabellə kompüterimizi qoşuruq və ya Wi-Fi üzərindən də qoşula bilərsiniz və Google Chrome-u açaraq 192.168.0.1 yazıb Enter-ə basırsınız və burada routerunuzun admin şifrəsini yazırsınız. Bilmirsinizsə şifrəni routerun altında yazılır. Adətən admin olur elə şifrə. Login edirik və burada sol tərəfdə wireless 5 GHz yazısı görürsünüz. Yəni simsiz 5 GHz. Üzərinə vururuq və bu dəqiqə fikir versəniz disabled, yəni devrə dışıdır, deaktivdir. Və biz bunu enable edirik və 5 GHz olan simsiz şəbəkəmizin adını təyin edirik. Məsəl üçün mən adını IT Brains altdan xətt 5 GHz qoyuram ki, Wi-Fi tapanda rahat olsun, 2.4-lə qarışmasın. Və Enable SSID Broadcast-ın qarşısına mütləq şəkildə işarə qoymalıyım və save edirəm. Hal-hazırda 5 GHz-i aktivləşdirdik. Bəs biz bunun şifrəsini necə təyin edirik? Wireless Security bölməsinə daxil oluram və burada Wireless Password deyə bir bölmə var. Burada özüm üçün bir şifrə təyin edirəm. Şifrə təyin edərkən böyük hərf, kiçik hərf, rəqəm və simvoldan istifadə edin. Məsəl üçün ITB Academy 1-2 qoyuram. Sadə bir şifrə qoyuram mən. Aşağı düşürəm və save edirəm. Bununla da artıq telefonda da, kompüterdə də Wi-Fi axtarış bölməsində həm 2.4 GHz-lik Wi-Fi-nız tapılacaq, həm də 5 GHz-lik. Əgər bu video sizin üçün faydalı oldusa, zəhmət olmasa videonu bəyənib, yoldaşlarınızla paylaşmağı unutmayın.